İnsan da o bir yaranmışların tayıdır. Fakat şikli bu adama benziyor. Bu hiç. Böyle av behimeten mubhama. Ya bir yaranmış, bağışlayın. Mesela ceyrana. Yani. Ona benziyor. Ama hiç ad koymak olmaz. Dünyada deyirlər bu ceyrandır, məsələn, gözəlliyini alırlar. Bu tavusdur, gözəlliyini alırlar. O qoyundur, yeməyini alırlar. Amma bu insanı nəyə deyəcəklər? Əgər insanın dili olmuyor. Və dil bütün bizim dəyərimizi dil bilindirir. O ki, biz insanlar ictimaiyyətdə, cəmaatlə üzbəyiz olanda 4 haldayıq. Yəni 4 formada biz eləyə bilik danışaq. Bir vaxt budur ki, yəni bu dildə bu qabiliyyət var. Bir vaxt budur ki, mənim içərim əslən düzgün deyil, amma dil ilə elə danışıram, cəmaat alladıram. O cür ki, şeytanın içi düz deyirdi. Amma Həzrəti Adəmlə Həvva ilə elə danışdı, Quran buyurur, onlara dedi ki, mən and içirəm Allaha ki, mən sizin xeyrinizi istəyirəm. Amma şeytan ürəkdə bunların xeyrini istəmirdi ki. Amma dil onu deyir ki, ürəkdə deyir. Ki, buna nə deyirlər? Buna deyirlər nifaq. Hər kəs bu formada danışsa, hüquqlarda insanları bir-birinə yaxınlaşdırmayacaq, heç insanları bir-birindən uzaq eləyəcək. Bir gün pərdə bilinəcək. Odur ki, şeytan özü içərisi ayrı idi. Amma mələklər qarşısında Allaha elə ibadət edirdi. Mələklər fəxr edirdi. Deyirlər, kaş bu deyən sözlər biz ki, başarmırıq. Biz bunun dalında duraydik, biz buna iqtida eləyirdik. Biz Allah bizim də əyilib düzəlməyimizi, ibadətimizi bunun dilindən işləyirdik. Amma ürəyi nə idi? Ürəyi əslən Allahla deyir. Bir hissə budur. Bəs onda ustad belə deyə bilər ki, ictimaiyyətdə, toplumda, insanlar arasında dili, hüquqları, vəzifələri qorumaq, dili qorumağın sayəsindədir, nəticəsindədir. O ki, inşallah bu 4 dənə gələn ərzində və Həzrət buyuracaq ki, dilin haqları nədir, neyin dilin? Bir budur. Yəni bütün insanlar, hər kəslə üzbəyizdə olursunuz, ehtimal olur o adam müzür ola. Sizə maşın satır. Sənə də ən gözəl maşını satıram sənə. Allah razı deyim, elə öz oğluma satam, amma yalan deyir. Allah eləməsin, sən sizə torpaq satır. Elə ən gözəl bir torpaq satıram sənə, burada bənə tikəsən. Şayad sənətlərində ondan problem vardır. Pəs bu insanın dil ilə ürək bir deyil. Bu birdir. İkincisi bu deyil, dil, ürək ayrı bir şey deyir. Əsən inanmayıbdır, dil də onu deyir. Öyle deyir, amma səni sevmirəm. Ürək deyir, sevmirəm, üzə deyir, sevmirəm. İnsanları bir-birindən qaçışdırır. Bir vaxt budur ki, yox, həm ürək düzdür, həm dil düzdür. Yəni, elə bilirsən ki, Həzrət buyurdu, Əl-lisanu tərcümanel insan. Əl-lisanu tərcümanel insan, yəni rol oynamır. Hər nəyi var, həqiqəti odur. Orada ki, Əmirul-Müminin əleyhissalam buyurur, Əl-mər'u məxbuun təhtəl-lisavnə. İnsanları istəyirsiniz, tanıyasınız. Necə deyir, bu 10 manatdır, 20 manatdır və 50 manatdır. Buyurur, o manat olmağın əvvəl tanıyın, sonra 10-unda, 20-sində, 50-sində bəhs elə. İnsanın insan olmağa əvvəl dilindədir. Hər insan. Odur ki, dördüncüsü, onlardılar ki, yox. Ürəkləri düzdür, amma dillərində onun bərəksinə danışırlar. Ona istilaha deyirlər təqiyyə. Ya ona deyirlər islah zatül bey. İki nəfərin arasında sülhü vermək. Bir qadınla kişinin sözü olubdur. Qadın küsüb gedib, Allah eləməsin, şələ bizim eşidənlərimiz özür deyil. Mənim öz inamım budur ki, inamım budur. Əgər bir vaxt mən ağaların əlindən öpürəm, ayağından öpürəm. İnşallah bu söz ki deyirəm, Peyğəmbərin xidmətində ərz edəcəyəm. Əsən hünər insandır. Əsən hünər insan budur. Əgər bir vaxt övdə xanımın sənin əlindən əsəban olub, deyir, yoruldum, çıxıram gedəm, deməcəm mən də yorulmuşam. O deyir, yoruldum, gör səni istəyir, nə qədər sən ona dəyər qalsın. Deyir, xanım yorulsun da. Amma tam mənim canım var, sənin xidmət. Mən də əsəbləşdim söz dedim də, əff eləcəklə. Xanım, sənsiz həyatım mənə dadı yoxdur. Vəli ürəyində onu deməsə, decinə. Din icazə verib bunu deyə. İndi Allah eləməsin, ikisi bir-birinə küsüb gediblər, orada biz gedirik, barışdıraq. İndi biz getmişik qadının evinə, orada dedi, kişi səndən ötürü ağlayırdı. Sözü də der də, kişi deyir, istəmirəm, elə mən də boşayacağam. Amma biz orada düzün demirik, istəyik bunların arasını barışdıraq. Və bu dildə çox. Amma bu dilin hünəri nədir? Haqqı nədir? Niyə Allah, niyə Həzrət buyurur ki, dil tərcümanı insandır? İnsanın insanı olmayı fəqət dil ilə tanıyın. Yəni, hər kəs görək ki, insandır, dilinə baxaq. Danışan kimi bilirsən, bu necə insandır? Əsən insandır ya yox. İnsanın şəxsiyyəti. Əl-lisanu tərcümanel insan. Tərcümə halıdır insanı. İnsanlığın tərcüməsi dildir. İstəyək ayrı bir formu deyək. İnsanlığın yazısı ki, bu insandır, dildir. Yəni, onu niyə? Burası çox sual, Cənab Azərbaycan. Niyə? Niyə dil? Buna xatir ki, dil çox rahat insan danışır. Və bu dilin neçə dənə hüququ var. Əgər onları qorusa, həqiqət insandır. Pula da ehtiyac yoxdur. Onların Həzrət buyurdu ki, onların biri budur ki, insan çalışacaq dili qoruya ənil xina. Ənil xina yəni nə? Ağzına yaman yoğuz gəlməyəcək. Niyə? Nalayiq sözlər gəlməyəcək. Nalayiq gəlməyəcək. Niyə? Əmirul-Müminin əleyhissalam o quluna buyurdu. O qulu Muaviyə yaman dedi. Həzrət niyə yaman deyirsən? Ərzədə onun qulu sənə yaman dedi. Buyurdum, Muaviyə layiqdir bu yamana. Oldu. Amma sənin ağzına bu söz yaraşmaz.
Buyurdu ki, biri budur ki, insan dilinə yaman yovuz gətirməyir. Nalayiq söz gətirməyir. Hətta bizə nalayiq söz, o biz əmənin həyatına ki, baxırıq, Peyğəmbərin əmənin həyatına, bizə nalayiq söz yoxdur da. Yəni söyüş yoxdur. Yoxdur. Fəqət ağa Seyyid-i Şəhəd aleyhissalam. Elə ki, əzlərini şəhid ediblər, elə problemlər, Həzrətin yaralar əziyyət edir, susuzdan cigəri yanır. Şemr çıxıb İmam Hüseyin aleyhissalam sinəsinin üstünə, o yaralı bədənə çəkmələrini qoyubdur. Həzrət çətinliklə yaraların əziyyəti gözünü açır. Şimrə bir kəlmə buyurur. Bəli. Buyurur ki, sinəmdən aşağı mən öləcəyəm. İstəmirəm sən cəhənnəm otunda yanasan. Bəli. Qol verirəm sənə şəfaət edəm qiyamətin günü. Amma Şemr vaxtı əmr deyib, mənə deyiblər, diri-diri gərək sənin başı uçasam. Həzrət bəzi nəqdə var, biləsinə buyurur ki, yəbnə raiyyətəl məz. Ay geç otaranın oğlu. Fəqət. Nə qədər gözəldir. Ya məsələn Ömər Səədin haqqındakı balasını şəhid ediblər, elə müsibət. Həzrət buyurur, qəd rəkəzəli ənəd-də'i və ibnəd-də'i. Yəni özünə layiq olan bir adam. Özünə layiq olanın oğlu. Qəd rəkəzəni beynəs-snətəyn, beynəs-səlləti və zəllə. Hətta ustad günah əhlinin zadını da söymək. Əslən haqqı. Peyğəmbər la təsubul fusaq hədisi var. Dünyaya da yaman. Fasiqləri söyməyin, belə bir rivayət. Qur'an-ı Kərim buyurur. Buyurur, yaman deməyin. Qaydələr sizin haqq Allah'uza yaman deyər. Yaman deyər. Bəs biri budur. Biz çalışacağıq, dilimizə yaman söz gəlmir. Bəs ustad, bu bəzi rivayətlərdə məsumlardan lənət kəlməsi gəlib. Məli, o söyüş deyil. Lənlə yamanın fərqi. Çünki Allah özü də lən edir. Allah Qur'an-ı Kərimdə buyurur, lənətullah ələ-zalimin. Bəli. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, "Ellezine yu'zunallahu və rasulah." Onlar ki, Allahı və peyğəmbəri incidirlər, Allahın lənəti olub onlara. Və onlar üçün əzab var. Burada siz şeytana yaman deməyin, deyin Allah şeytana lənət eləsin. Siz deyin Allah münafıqa lənət eləsin. Bəli, yaman demək haqqımız yoxdur. Yamanı da adam istəmir ki, bir də çox sözdür. Sən birdən birinə yaman deyir, kişinin özünə söz olma, onun atasına yaman deyir. Atası qəbirdən durur gəlir, ay qardaş, mən sənə nə etmişəm bax? Mən 5 ildə bundan qabaq ölüb getmişəm, mən sənə mənə nə yaman deyirsən? Adam nə cavab verə bilər? Ha, sən niyə bunu tərbiyə eləməyibsən? Deyir, belə sən uşağı yox tərbiyə elə görə səninki yaxşı olsun da. Həzrəti Nuh oğlunu tərbiyə eləyə bilir, mən tərbiyə eləyəm. Ha, niyə mənə yaman deyirsən? Odur ki, buyurdu, ikincisi nədir? Həzrət buyurdu, təviduhu ləl-xeyr. Təviduhu ləl-xeyr, insan isə ictimai hüquqlar rəayət elə, dilin adət verər. Adət insanı robot kimi edir. Bəzi adamlar var, deyirəm, mən siqaretə adət eləmişəm. Filancada adət eləmişəm. Deyir də, valla tərk eləyə bilmirəm, heç çətin də adət eləmişəm. Buyurur, dili yaxşı bir şeylərə adət eləcinə. Təviduhu ləl-xeyr. Yəni, danışanda sənə qurban olum, sən mənim böyücümsən. Vaqiyyət dozur da, tarif eləmir ki. Sən mənim böyücümsən, yalan danışır. Xeyr. Mən ələn Cənab Azər müəllimin qulluğunda burada əyləşmişəm. Tomaşası da qulaq asın, mənim böyücümdülər. Allah özü şahid çəkirəm ki, sən qəlblərdən acəsən. Mən özümü atıram tərəziyə, Azər müəllimi də atıram tərəziyə. Azər müəllimdə mən tükcək eybi görmürəm. Amma öz eybilərimdən xəbərim var. Bəs mən nə dəlilə özümü Azər müəllimlə yuxarı tuturam? Deyil. Danışma yine. Əgər istəyirsən danışasan, əvvəl özü islah elə, sonra özgələrə danış. Bəd burada üçüncüsü, insan ora çax ki, başarır, dili fuzuldan qoruyor. Yəni, o zat işin biz dərdimizə dəmir. Mesela falan kəs nə oldu, falan kəs nə oldu? Mesela həyatımızda nə rol oynur? Hədərə şeylərdən. Nə rol oynur bax? Falan kəsin 3 dənə oğlu vardı. Nə zərəri var, nə faydası? Özü yorulsan hədərə. Heyfidir. Ömrü insan gərək belə, xəşdə bu ömrü bir dəfə bizə veriblər. Daha verməyəcəklər. Biz bu ömrüdən gərək belə faydalanaq ki, neçə qat bizə xeyri ola. Neçə qat qız bizə. Qur'an nə buyurur? Qur'an-ı Kərim buyurur ki, fəizə fərəxtə fənsəb və ilə rabbikə fərqə. Və bəd buyurdu, dil yaxşılığından biri budur, dilin hüquqlarından biri budur ki, insan nə qədri başarır, neyniyəm? Licam eləyəm. Licam bağışlayın, ədəbsizlikdir. 2 mənası var. Öz Azəri dilimizdə deyək nöqta. Onun nöqtanın bir pis mənası vardır. Azəri dilində 3 dənə istemal vardır. Bir cilo deyərlər, onu atın başına vurarlar. Üzlərə bir nöqta deyərlər, onu ulağın başına vurarlar. Bir əfsar deyərlər, ovsar onu dəvənin başına vurarlar. Odur ki, buyurur, licam, yəni atın ağzına vurulan. Buyurur, mümin sənin ağzın əl-müminin molcəm. Sənin ağzına bir licam vurulub, hər nəyi danışmayasın, hər nəyi yeməyəsən, hər nəyi bənadəysən, örgənəsən. Və nə qəd gözəldir, və nə qəd gözəldir. Burada əgər başarsan, cəmaatda xeyir yarad. Əgər cəmaatda xeyir yarada bilmirsən, sükut. Və dil çox gözəldir. Dil o qədr əladır, dil o qədr əladır ki, Allah peyğəmbərlərin dilin vasitəsindən göndərib cəmaata təbliğ edir. Müntəqə biz başaraq. Və ustad, insan elə ki danışdı, artıq danışdığı sözün əsiri olur. Danışmayanda söz insanın əsiri olur. Danışandan sonra insan sözün əsiri olur. Həzrət buyurur ki, ən gözəl nəfsi qorumaq siyanətül insanı anəl lisan. Və Allah bizim dilimizə 3 dənə qorxusu qoyubdur. Əvvəl dişimizdir. Deyir, dişləri qoyub bilmirsə danışmayacaq. Sonra o da olmasa dodaqları uyum. O da olmasa əli vermişəm.
danışmır. Və liza bizə buyurublar ki, nə qədər başarsız danışığınız da gərək məntiqi ola. Həzrət buyurdu ki, lisanul aqilə vəra qəlbi və lisanul cahilə əmam qəlbi. Mənim kimi cahil adam elə hər yerə yetişib bir nəzər verir. Ay qardaş, o cür deyil. Amma aqil adam yox. Oturar, hər zadı danışmaz. Zərurət icab olanda. Zərurət icab olanda danışar, hər yerdə ki danışmaz. Buyurdu ki, əl-kəlamu daun və dəva. Bu dili biz əgər yolun başarsaq, həm eləyə bilir xərçəng xəstəsinə, Allah eləməsin, İraq işlənəm, sərətan dərdinə dərman eləyək dilinə, həm eləyə bilik insanların həyatına xərçəng xəstəliyi salır. Odur ki, rivayətdə vardı, buyurdu, qiyamətin günündə heç üzvi insan dil kimin əzab olmayacaq, İmam Səccad Aleyhisselamdır. Buyuracaqlar, niyə? Çünki bir zərrədir. Danışır və aləmləri vurur belə. Və Həzrət çox əcibdir, Cenab-ı Azər. Əsən vaxtda adam baxır, təəccüb edir. Usta, gözəl Əmirül-Mömin Aleyhisselamdan xəbər alır ki, yerin, gövlərin qufulu nədir? Həzrət bəyan edir, gövlərin qufulu nədir? Adam görür, gövlərin qufulu dilindəndir. Necə biz